Baxın, çayxanalarda görürsünüz qoca kişiləri. Yəni, özləri də bilirlər, etiraf edirlər. Onların o səhhəti də zaten o qanitçiliyi onlara verir ki, bir ayaqları buradadır, bir ayaqları qəbirdə. Lakin buna baxmayaraq, Dəmino, Şeşbeş, inan ki, ağsaqqal kişilər də bir-birlərinə pis-pis söyüşlər, pis-pis sözlər. Çünki niyə görə? Artıq onların qəlbi önüb. Onlar gedib məsciddə oturub, ancaq Subhanallah, əlhəmdə deyən vaxtlarıdır. Evladların, nəvələrin başlarına yığıb onlara xeyir öyrədən vaxtlarıdır. Çünki qəlb ölüb, artıq ömür gedib, cavanlıq gedib. Kim Allahı qoruyarsa, Allah da onu qoruyar. Yəni, cavanlığında, güclü vaxtında Allahın dinini qoruyarsansa, Allahın dinində özünü sabit, sağlam saxlayarsansa, Allahın dininə yardım edərsənsə, o vaxtda da Allah Taala səni qoruyar və səni heybətləndirər. Baxın, bu neçə-neçə yaşlı kişilər var ki, uşaqlar onları çayxanalarda məsxəriyə qoyurlar, lağa qoyurlar. Niyə görə? Çünki onlar öz heybətlərini itiriblər. Evladları, nəvələri yaşında uşaqların yanında pis-pis söyüşlər söyləyirlər, zarafatlar eləyirlər, ömürləri, günləri nərlə, dəmino ilə keçir. Başqaları da, cavanlar da onlara necə hörmət eləyəcəklər? Amma onlar cavanlıqdan özlərini Allaha həsr eləsəydilər, onlar böyüyəndə də, yaşlaşanda da Allah Taala onları qoruyardı. Onlara heybət verərdi ki, insanlar da onlara hörmət qoyardı. Hansı ki, keçmişdə ağsaqqallar var idi eləncə. İndi də çox azdır. Hətta nəinki başqa məclislərdə, hətta ibadət məkanlarında və məqamlarında belə görsə ki, insanlar boş-boş şeylərlə məşğuldurlar. Görsə ki, yenə də yaşlı insanlardır, gəlib oturublar məsciddə, inəkdən danışırlar, keçidən danışırlar, qoyundan danışırlar, işıqdan danışırlar, hətta bir də teleserialdan danışırlar. Niyə görə? Çünki qəlb ölüb. Qəlb ölüb. Baxmayaraq, hətta namaz əhli olsa belə, hətta məscid əhli olsa belə,